Son vaxtlar sosial şəbəkələrdə Nimisil dərmanının satışının qadağan olunması ilə bağlı yeni iddialar ortaya atılıb. Ümumiyyətlə, toz tərkibli bu dərmanla bağlı müzakirələr davamlı olaraq aparılır. Bəzi fikirlərə görə Nimisil orqanizm üçün ziyanlıdır. Onun tez-tez istifadəsi fəsadlara yol aça bilər. Bəs həqiqətən də Nimisil qadağan edilirmi? Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzi açıqlama verib. Bildirilib ki, Nimisilin qadağan olunması ilə bağlı iddialar doğru deyil. Bu qrup dərman vasitələri həkim resepti əsasında buraxılır və bir müalicə kursu çərçivəsində mümkün qədər qısa müddət ərzində və 15 gündən çox olmamaqla istifadə edilməlidir. Bu kimi riskli dərmanlar təyin olunmazdan əvvəl həkimlər onun fayda və müsbət əlavə təsirlərini dəqiq qiymətləndirməlidirlər. Qeyd edək ki, Nimisil tərkibli dərmanlar xroniki xəstəliklərin müalicəsində istifadə üçün nəzərdə tutulmayıb. Bəzi ölkələrdə Nimisilin istifadəsi qadağan edilsə də, bir çox ölkələrdə, məsələn İtaliya, Türkiyə, Polşa, Xorvatiya və Bolqarıstanda istifadəsinə icazə verilib.